Doktor, siz necə düşünürsünüz? Xəstəliklər genetikdir. Yəni hamısı genetik. Hamısı deyil. Xeyr. Hamısı deyil. Məsələn, bu xəstəliklər infeksiya səbəb olanlar genetik deyil ki, və yaxud da ki, immun sistemlərin bəziləri genetik deyil ki, bəziləri genetikdir. Və yaxud da ki, məsələn, şəkər xəstələrinin bəziləri genetikdir, amma tip 2 diabet genetik deyil ki, düzdür. Son zamanlarda araşdırmalar bir şəkildə genetiklə bağlayırlar, amma birinin ayağı məsələn travma alırsa, ayağı sınırsa, o da bir xəstəlikdir, o da genetik deyil. Yəni xəstəliklərin tamamı genetik olmaya bilir. Bəs hansı xəstəliklər doktor? Yəni bir neçəsini sadalaya bilərsinizmi? Şəkər xəstəliyi, Məsələn, Down sendromu xəstəliyi genetikdir. genetikdir. Klinefelter sendromu genetikdir. Turner sendromu genetikdir. Creutzfeldt sendromu genetikdir. Xərçəng məsələn genetiklə əlaqədar olduğu düşünülməkdədir. Amma genetikdən əlavə bir də ətraf mühit faktorları vardır. Davamlı kimyasal maddələrlə təmas edən insanlarda da genetik onkoloji xəstələrin çıxma ehtimalı var. Davamlı siqaret çəkənlərdə ağciyər xəstələrinin çıxma ehtimalı vardır. Nəyə görə? Çünki siqaret çəkir davamlı. Amma deyəcəksiniz ki, bəziləri siqaret çəkir, 90 yaşına qədər yaşadı, heç bir şey olmadı. Genetik meyillik var. Hər insanın genetikası fərqlidir.